Salam aleykum dostlar, nəyə keyfiniz samazə və lağımız yaxşılar. Bu gün dostlar, gördüyünüz kimi məktəb paltarında evə gələn kimi tez video çəkdim. Quşlar falan buraxdım, yemlədim falan, gəldim evə. Deməli dostlar, bu gün sizdən gələcək videosu çəkmirik, heyvan videosu çəkmirik, oyun videosu çəkmirik və gördüyünüz kimi mən üzümü sizlərlə paylaşıram. Yəni üzümü göstərirəm. Yəni 153 abunə özəl, 153 yox, 150 deyək də, 150 abunə özəl. İzimi göstərdim. 100 abunə göstərəcəm dostlar. 100 abunə göstərəcəkdim. Prosta dedim 100 abunə göstərəcəm. Prosta vaxtım olmadı olsa. İmtihana falan hazırlaşıb vaxtım olmadı. İmtahan vaxtı gəldi, elədim. Ondan da sonra şey oldu. Belə də. Söz tapam mənim. 150 abunəyə özəl üzümü göstərirəm. Yəni özümü göstərirəm. Şöyle imtahanın nəticələrini çıxırsa, nəticələrimi sizlə bərabər paylaşıram. İstərsiniz yaza bilərsiniz sizinlə nəticələrini, istərsiniz paylaşmaq istərsiniz paylaşa bilərsiniz. Deməli dostlar, bu imtahan dostlar, baxın 6-cı sinif D variantı düşüb mənə, A, B, C, D deyə mən D variantı düşüb naxışımdan. Deməli dostlar, nəticələrim 3 dəfə olub. Azərbaycan dili, riyaziyyat, bir də təbiət. Hamısından birindən 25 deyə, birindən 25 deyə, birindən 25 deyə də 75 sual, hamısının yeri 25 sual var idi. Deməli dostlar, 75 sualdan 40 də düzüm çıxıb, 40 də düzüm. İndi bir də hesablama aparmaq istəyirəm, prosta. Yəni düz aparmışam bir də. Şöyle 5 dəyə gözü. Şöyle. Kompüterden hesaplayalım. Bu kompüterden hesaplayacağım dostlar. Geldim dostlar kompüterden. Şöyle. Birinci sizə deyim cavabları. Cavabların nəticəyim. Riyaziyyatdan 9 düzüm var dostlar. Azərbaycan dilinə 13 düzüm var. Təbiətdən isə 18 düzüm var. Riyaziyyat çətindir. Yəni mən başa düşmürəm. Yəni başa düşürəm dostlar. İndi bir də qaydanı başa düşürəm. O zaman qaydanı qədəsləsindən sonra başa düşmürəm. Bıraxıram. Sonra Azərbaycan dilinə 13 dənə. 13 də məncə müəllimdən soruşdum. Dedim ki, yaxşı da pis deyir, orta. Yəni nə yaxşı, nə pis. Yəni mənim nəticəmə görə mən yaxşıyam. Yəni mənə görə yaxşıdır. Yəni başqalarına görə pis ola bilər, amma mənim üçün yaxşıdır. Çünki mənim məktəbdə orta oxuyuram dostlar. Yəni belə super cırp dağıtmıram, amma orta oxuyuram dostlar. Yəni zəif də oxumuram. Zəif də oxumuram. Yəni super də oxumuram. Orta dostlar. Hər gün dərslərimə hazırlayıram. Dərsimi oxuyuram. Məktəbdə dərs cavab verəndə cavab verirəm. Yəni sual verəndə cavab verirəm. Düz də olsa, səhv də olsa verəndə cavab. Təbiətdə 18 düzüm var. Hələ yoxlanmamışlar qalıb, yəni çox suallar. İndi mən ona burada yazmamışdım, amma koordinat deyirəm, nə deyirlər ona, belə qaralıyla ABC-ni orada yazmışdım dostlar. Mən orada bilmədiyim suallar var idi. Onu isə attım. Yəni attım. İnşallah onlar düz çıxar. İndi onları mən bilmirəm. İnşallah düz çıxar da. Yadıma dur. 2 də 3 də belə açıq sual var idi təbiətdə. Açıq sual, yəni açıq bir boşum var idi. Orada amma qaralarında hamısını eləmişdim. Riyaziyyatdan 5 də açıq sual var idi. 5-ini də yazdım dostlar. Professional Hoyxan yazdı. Hamısının səhv çıxdı dostlar. İndi sizə toplamı görsədim. Toplayım qoyub burada 5 dəyə gözlüyüm. Kamera. Səsim çıxmadı. Gözlə görüm. 13 üstə gəl 9 üstə gəl 10 8 bərabərdir 40. Düz hesablamışam olsa. İndi mən sizə açıq suallar göstərdim sizə. Yəni belə açıq suallar, bax 71-dən başlayır. Yox, 71-dən başlayır. 71 sual açıq idi. Səhv yazmışam. 72 sual açıq idi. Səhv yazmışam. Düz idi. Uşaqlar nədənsə, yəni mənə görə dedilər, bilmirəm nəyə görə dedilər. Yəni mənim pişdiyimi istəyirlər. Çünki mənim dostum yoxdur məktəbdə. Dostlarım sizsiniz, dostlar. Dostlarım sizsiniz. Ona görə deyir ki, Ayxan bu sualı səhv yazıb. D variantı olanda 3 nəfər idi orada, bir də mən.
Bilmirəm, mənim işliyimə görə eləyiblər. 72 sualı düz idi məncə, amma səhv götürdülər. Düz olsaydı, onu da düz olmazdı. Hə. İndi isə 9-da düzüm var. Amma nə yaxşıdır. 73-də səhv eləmişəm, 74-də səhv eləmişəm, 75-də səhv eləmişəm. Yəni qutardı. Suallar qutardı. Mən də yaxşı dostlar. Dəqiqə. Hə. Belə dostlar, sizin nəticələriniz nədir? Yorumlarda yazıb bildirə bilərsiniz. Mən də oxuyaram. Sevilə oxuyaram. Sevilə oxuyaram da vaxt olsa. İmam suyum hələ. Hə. Belə. Siz də yaza bilərsiniz nəticələrinizi. Yaxşıdır, pisdir. Pis olsa yazmayın dostlar. Yəni, pərt olmayın da yəni. Pərt olacaq bir şey yoxdur. Yəni, siz dərslə nə qaraqda. Yaza bilərsiniz, yazmasınız da olar. Yaza bilərsiniz, keçdim, keçmədim, qaldım sinifdə falan. Amma yazmaq istəmirsiniz, yazmayın yəni. Öz işinizdir. Yəni belə dostlar, üzümü göstərdim və imtahanımın nəticələrini göstərdim. Məncə yaxşıdır. Sinifdən qalmadım, keçdim. Mən sevirəm ki, sinifdə qalmamışam. Mən nəticəyə baxmıram. Mən sinifdə qalmayım, sinifdə qalmayım. Qura bilməm. Sinifdə qalmayım, yaxşıdır. Sinifdə qalmayım da, keçim sinifdən. 7-ci sinifə keçəcəm inşallah Allahın köməyi ilə. Amma 7-ci sinifə mən olmalıydım. Amma olmamışam. Belə. Video benim kanalıma abunə unutmayın. Gerçi videosu gələ bilər dostlar. Çünki dostlar bir də deyim, quşum uçdu dostlar. Quşum uçdu yəni ki, bala quşum uçdu. Getdi sifrin başına qondu. Belə əlimi uzatdım, gəldi düşdü əlimə. Qumdu əlimə. Çox yaxşı quşdur. Qəlbdən keçirəm dostlar. Nə qarım da. Sadəcə uçub gedəcək yoxsa. Sağ olun dostlar, salamat qalın. Özünüzə yaxşı baxın. Canım bölümünü görsənə də. Gələcək videosa gələcəm. 5-ci illərdə bir dəqiqə oyun tapım, oyun oynayarıq. Hər 5-ci oyun video günümüzdə, oyun video günümüzdə 2 video gələcək. Gələcək videosu, oyun videosu. Sağ olun, salamat qalın.